Qarabağda bizə verilən evi sizlərlə bölüşürəm. Bu evə ilk düşdüyümdə bir çox yaxşı və bir çox pis məqamlar oldu. İndi onları da sizlərlə bölüşmək Artıq gəlmişik evimizə. Çox şükür. Bu günü səbirsizliklə gözləyirdik. Bura bizim mətbəximizdir. Hər halda bunu vloqdan sonra, ev vloqundan sonra paylaşacağam. Hansı ki bu boşalıdır. Burada girdikdə belə bir koridoru deyimmi, zal mı deyim, tam da zala uyğun bir şey deyil. Yəni çox biraz kiçikdir. Bura bir otaqdır. Bu şəkildə sildim, təmizlədim, yavaş-yavaş bir işi boşaldırlar. Bura zal düşünürəm, zal eləyəcəm. Çünki içlərində ən böyük otaq bu sayılır. Və bir otaqda, burada aşağıda da otaq var, onları da göstərəcəm. Baxın mənzərəsinə, mühtəşəm mənzərəsi var. Hələ də boşaldırlar, tam bitirməyiblər. Demək olar, bütün hər bir şeyi aşağıya yığırlar. Aşağıdan da yuxarıya daşıyacağıq. Çünki bir müddət, yəni 2 gün falan hər halda çəkər. Möhtəşəm mənzərəni qoyub da Bakıda yaşamaq günah olar. Mebellər boşalır indidən. Xırdavat blokları tamamilə boşaldıblar. İndi isə sizə aşağını göstərirəm. Artıq qaloşumu fəaliyyətə başlatmışam. Əgər kənd yerində yaşayırsansa, mütləq qaloş geyinməlisən. Buradan aşağı düşürük. Bura hal-hazırda yüklər yığıblar. İndi bunları otaqlara keçirəcəklər. Burada kiçik balkon kimi bir yerdir. Yüklər hələ də yığılmağa davam edir. Buranı isə belə deyim də orta təmirli veriblər, tam təmirli deyil. Yenə də bunun da yəni şükür bir şey eləmək olar. İşləri hələ ki bura yığırıq, bir otaq belə. Zal kimi bir balaca otaqda belə. Bura təmir olunmayıb, yaxşı ki də olunmayıb qızlar. Bura nə gedir? Məsəl üçün banka falan bağlayanda, yəni soyuq otaq deyək də, xarab olmayacaq şeyləri yığırsan. Bura buz kimidir bura. Digər otaqlardan daha çox fərqlənir. Burada bir otaqda düşünürəm ki, buranı, indi dəqiq bilmirəm, amma düşünürəm ki, buranı peç qoyacağıq, odun peçi. Biraz qədimi sayağı, tam qədimi. Yuxarıları yox, yuxarılar heyfdir, aboyludur. Amma buranı eləmək olar çox qəşəng ideyadır. İndi hələ ki fikirləşirik, görək necə olacaq. Hələ də gedir. Burada sanitar qovşağıdır. Çox qəşəngdir, amma biraz səliqəsizdir. İndi yığışdıracağıq hamısını.
Gününüz xeyir olsun. Əgər bu videoya baxırsınızsa, deməli vloqumuzu axıra qədər izlədiniz. Təbii ki, evə baxdıqdan sonra ağlınızda, bir neçə suallar yarana bilər. Bəlkə də bu yaranan suallara cavab verəcəm. Həmçinin mənim üçün də bu evə ilk düşdüyümdə, bir çox yaxşı və bir çox, pis məqamlar oldu. İndi onları da sizlərlə bölüşmək istəyirəm. Əslində yaxşısı ilə, pisi ilə şükür bu günümüzə, bu gün öz evimizdəyik artıq. Düzdür, biraz videonu gec, paylaşıram. Buna baxmayaraq, artıq 1 aydır ki, Hadrutdayıq və, çox gözəl, belə deyim də, yaşayışımızı davam elətdiririk. Bəli, özünə görə çətinliklərimiz var. Bunları da sizinlə bölüşəcəm. Yəni nə kimi çətinliklərimiz var. Həmçinin də nələr daha yaxşıdır, bunları da sizə bildirmək istəyirəm. İlk olaraq bura gələndəki təəssüratımı, sizlərlə bölüşmək istəyirəm. Hansı ki, belə deyim, artıq avtomobildən düşdük. Yəni o dağın mənzərəsi, yəni artıq biz burdayıqmı, yəni bura bizə aiddirmi deyə biraz həyəcan verdi təbii ki. Necə yaşayacağıq, öyrəşə biləcəyikmi deyə. Əslində mən buna hazır idim, amma yenə də özümə bu sualı verdim. Və artıq evimizə doğru irəliləyərkən oradakı evi, yaşayışı gördükcə daha da belə qüvvələndim. Niyə? Çünki elə bilirdim ki, məndən başqa bir neçə ailə olacaq, yəni az ailə olacağıq. Çox insan olmayacaq. Biraz da çox insan olmayanda, belə deyim də, orada işlər də zəif olur. Amma ordaya aktivliyi gördüm. Və plus da zamanla Füzulinin daha belə deyim də, yaxşı işləri, yəni şəhərcikdə marketləri, hər bir şey olduğunu gördükcə mənə daha da ürəkdirək verdi ki, yəni ən azından burada yaşayış var. Yəni mən tək deyiləm və yaxud da burada nəsə tamamilə kənd deyil. Yəni özünə görə qəsəbədir artıq. Gəldik evimizə. Düzün desəm, evimizi biz ayın 15-i görmüşdük. Çünki qohumumuz var idi burada. Gəldi və baxdı. Amma yenə də biz inanmırdıq. Deyirdik bəlkə nömrəsi səhv ola bilər, nəsə bir başqa bir şey ola bilər. Yəni gedib ora düşməyənə qədər inanmırdıq ki, bizə elə böyük ev düşər. Çünki püşkatmada 3 otaqlı yazılmışdı və bunu da qeyd eləmək istəyirəm ki, bir çox insan yazır ki, ay mən Ağdama köçdüm, ay mən ora köçdüm, bura köçdüm. Bizə o qədər böyük vermədilər. Niyə vermədilər? Biz çox ailəyik. Bura Hadrutdur və Hadrutda ilk 10 ailə və ikinci 25 ailədən söhbət gedir və belə, yəni hər bölgənin özünə görə ev paylamını var da. Məsəl üçün burada bu evlər yararlıymış, ona görə bu evləri təmir edib veriblər və bunu da bildirmək istəyirəm ki, hər bir otaq da, yəni super əsas dedikləri otaqları təmir edib veriblər. Və gəldik, artıq gördük ki, həqiqətən də bu bizim evdir, videoda baxdığımız evdir. Çox sevindim. Səbəbi isə, yəni bəlkə də illərlə düzdür, mənim yoldaşımın babasının evi o elə olub. Yəni böyük olub. Amma bəlkə də belə deyim də, nələr olardı bilmək olmazdı, amma dövlətin bu cürə 2 mərtəbə verməyi, yəni necə olur olsun, bizim üçün böyük bir şey idi. Çünki bizim evimiz həqiqətən də böyük və çox gözəldir. Gəldim, girdim, gördüm, dedim mən bu evdə, belə gözəl evdə yaşayacağam. Çünki Bakıda əsasən yaşadığımız evlər maksimum nə qədər böyük olur olsun, bura daha böyük, otaqları daha böyük və 2 mərtəbə olmağı çox avantajlıdır. Bu müsbət hallarımdan biridir. İçəri girdim, otaqlarla tanış olduqca, yəni ilk olaraq yuxarılardan başladıq, yuxarıya baxdıq. Çox gözəl remontdur, yəni aboyu, qapısı, hər şeyi, yəni yerində. Ən əsası lampalardır, hər bir otağa verilib. Həmçinin də mətbəx mebelidir, aspiratordur, qaz peçidir. Bunları da dövlət özü verib. Həmçinin kombiləridir. Bütün kombilər, hər biri pəncərələr, yəni qapılar, bunların hamısını dövlət düzəldib. Həqiqətən də yəni gözəlcəsinə verib. Düzdür, indi bəzi işlər var ki, məsəl üçün o ustaların səhlənkarlığıdır. Mən düşünürəm bunun dövlətlə heç bir əlaqəsi yoxdur. Həmçinin ustaların və yaxud da əməkdaşlıq elədiyi şirkətlərin bunları heç üzə vurmadıq. Çünki ehtiyac yoxdur. Yəni onlar, yəni bu bəlkəmi tələsiblərmi və yaxud da nə isə xırdavat işlər var, amma yenə də Allah hər birindən razı olsun. Əsas odur ki, bugün artıq burada yaşayırıq. Elə böyük bir problemimiz yoxdur. Belə evi gördük, qapılar, hər şey möhtəşəm, çox gözəl və aşağı düşdük, aşağılarla tanış olduq. Əsasən məni biraz narahat edən pilləkən oldu. Videoda görmüsünüz yəqin ki, pilləkən təmir olunmamışdı. Olsaydı daha yaxşı olardı. Həmçinin pilləkənlərin arası böyük olduğuna görə mən də qaynanamla qalıram. 70 yaşında bir xanımın oradan düşüb çıxmağı biraz çətin olardı. Kəşke ona qulp qoysaydılar və yaxud da biraz arasını, məsafəsini azaltsaydılar, daha yaxşı olardı. Biraz o məni orada üzdü. Amma yenə də inşallah zamanla özümüz düzəldəcəyik. Amma dedik, yenə də gətirdilər, ora qulp qoydular, sağ olsunlar.
Aşağı otaqlar orta təmirli idi. Zaten mən məsəl üçün də biz ümumiyyətcə ailəcə durub onun davasını eləməliyik. Çünki zaten bizə yazılan, püş kağızında yazılan 3 otaqdır və maşallah olsun, 3 otaqdan əlavə zaldır, həmçinin mətbəxdir. Yəni təmir, yəni 5 otaq belə baxanda təmir olunub, verilib. Əsas belə deyim də, canımız sağ olsun, özümüz hər birini yerinə yetirəcəyik. İndi bilmirəm ki, bunu dövlət özü ayırmışdımı, yoxsa məsəl üçün də bu olunmamışdımı? Bu barədə heç bir məlumatım olmadı. Heç maraqlı da deyil. Əsas odur ki, bugün öz yerimizdə, öz yurdumuzdayıq. Və sanitar qovşağı da aşağıda yerləşir. O da çox gözəl idi. Bütün hər bir şeyi özünüz də görürsünüz. Yəni görsəndiyi kimi də gözəl idi. Hər bir şey qoyulmuşdu. Həyətini də hər halda gördünüz. Çalışdığım qədər Instagram storylərimdən götürmüşəm onları. İnşallah zamanla daha da yaxşı tanış olacaqsınız. Hal-hazırda əkinlərə də başlamışıq artıq. Yəni torpaq qazıntısına başlamışıq. Belə deyim də, həyətimiz də çox böyükdür. 10-12 sot həyətimizin, yəni bağımızdır. Yandan da bir hardasa 3 sot falan da yandan, yəni yanlardan olandır. Yəni belə gözəl evimiz var hal-hazırda. Hazırda ən gözəl mənzərəli yerlərdəndir. Hal-hazırda çəkdiyimiz sıxıntı qazın olmamağıdır. Qaz olsa daha yaxşı olar. Çünki peçi yuxarı qoymuşuq və bu gözəl təsəvvür eləyin. Yəni alboylar qaralırlar. İnşallah ki, yəqin ki, deyiblər yanvara veriləcək. İnşallah ki, verərlər. Peçi aşağı düşürmək istəyirik. Peç də olmasa tok qızdırıcıları ilə qızdırma olmur və tok hədsiz çox yazır. Yəni tok peçi bildiyiniz kimi, yəni 5 günə 50 manat pul yazmışdı. Ona görə məcbur peçi çıxartdıq yuxarı. Bunlar belə deyim də kiçik sıxıntılarımızdır. İnşallah ki, bunlar zamanla həll olar. Sadəcə bunları insanlara bildirmək istəyirəm ki, məsəl üçün gələndə nələrlə qarşılaşacaqlar. Amma ən əsas məsələlərdən biri bura köçən insanlar mütləq özlərinə bir peç gətirməlidirlər. Hələ ki, yəni qaz yoxdur. İşıq da ki, daimi verilir, yəni kəsilmir. Su xətti daimidir. Bu da təbii ki, yaxşıdır. Düzdür, suyu biz krankdan içirik, amma bilmirəm düzgün mü edirik ya yox. Amma dadlıdır. Yəni bilmirəm, indi Bakının suyunu öyrəşmişik. Bu da dadlıdır. Bəlkə də yerdən gələn artezan suyudur, bilmirəm. Amma içmək olur. Artıq yerləşmişik. Belə deyim, zamanla da daha yaxşı vloqlar, maraqlı vloqlar, günlük vloqlara hətta başlamışam. Yəni bir həftə içərisində vloqlar paylaşacağam. Ona görə də videomuzu bəyənib səhifəmizi izləməyi unutmayın ki, Qarabağdan ən isti görüntülər, maraqlı görüntüləri sizlərlə bölüşüm. Və səhifəm tam real, səmimi bir səhifədir. Yəni burada belə deyim də, rahatlıqla izləyib hər bir şeyi öyrənə bilərsiniz. Bugünlük sizlə sağollaşıram. Sağ olun, salamat qalın.